Salam əziz abituriyentlər, Azərbaycan dili toplu 11-likdən təbəssiz mürəkkəb cümlə mövzusunun izahına baxaq. Birinci sual, dip tərəfdə oturmuş adam nə isə danışır, ona qulaq asanlar da deyilənləri təsdiqləyirdilər. Danışırdı kim adam, təsdiqləyirdi kim ona qulaq asanlar. Əgər bir adam danışıb, digərləri də onu təsdiqləyirsə, deməli hadisələr eyni zamanda baş verir. İkinci sual, birində tərkib hissələrindən biri digərini aydınlaşdırır. Bizdən aydınlaşdırma əlaqəsi istəyir. Biz bilirik ki, aydınlaşdırma əlaqəsi təbiisiz mürəkkəb cümlədə birinci tərəf ümumi olur, ikinci tərəfdə onu izah edir, aydınlaşdırır və qoşa nöqtə nöqtəli vergüldən istifadə edirik. Payız gəlib, nəticədə havalar soyuyur. Mən çox dedim, ancaq dostum eşitmək istəmədi. Fikirlər qarşılaşdırılır. Hamı yerində əyləşdi, kino başlandı. Hadisələr ardıcıl baş verir. Qızğın iş gedirdi. Hamı öz işini yerinə yetirməyə çalışırdı. Deməli, burada tərkib hissələrdən biri digərini aydınlaşdırır. Qar yağır, güclü külək əsir, hərəkətə mane olurdu. Buradakı hadisələr də eyni zamanda baş verən hadisələrdir. Üçüncü suala baxırıq. Könlüm yazı istəyir, talih qış deyir. Təbiisiz mürəkkəb cümləsinə tərəflər arasında hansı mənə bağlılığı var? Könlüm yazı istəyir, ancaq talih qış deyir. Biz baxırıq ki, burada antonim sözlərdən istifadə edilmişdir. Deməli, biri digəri ilə qarşılaşdırılır. Dördüncü suala baxırıq. Əcnəbi seyrə balonlarla çıxır. Biz hələ avtomobil minməyirik. Tərəflər arasında hansı məna bağlılığı vardır deyirsəm, baxırıq ki, əcnəbi seyrə balonlarla çıxır, ancaq biz hələ avtomobil minməyirik. Deməli, bir fikir digəri ilə qarşılaşdırılır. 5-ə baxırıq. Nə kimsə danışır, nə də bir kəs sual verirdi. Biz demişdik ki, əgər təbiisiz mürəkkəb cümlənin tərkibində iştirak və inkar bağlacılarını görürüksə, nəticədə həmin mürəkkəb cümlədəki hadisələr eyni zamanda baş verir. Nə kimsə danışır, nə də bir kəs sual verir cümləsində hadisələr eyni zamanda baş verir. 6-ya baxırıq. Mənim qərarım qüvvədə qalır. Birinci fikir ümumidir. Bu gündən sonra heç kəs o tərəflərə ayaq basmayacaq. İkinci fikir isə onu izah edib aydınlaşdırır. Deməli, biri digərini aydınlaşdırır. Qoşa nöqtə, durğu işarəsindən də başa düşdük ki, aydınlaşdırma əlaqəsi. 7-ci testə baxırıq. Az qalıb 80-ı tamam edim mən. Sən indi yazırsan əhlişər mənə. Əgər biz bura ancaq əlavə edə biliriksə, hadisələr, situasiyalar qarşılaşdırılır. Deməli, bir fikir digəri ilə qarşılaşdırılır. 8-ci sualda heç gəlmirsən bulağı üstə, ancaq gündə 100 yol gəlirəm mən. Deməli, bu testdə də bir fikir digəri ilə qarşılaşdırılır. 9-a baxırıq. Kənd itləri səs-səsə verib hürüşür, at kişnəməsi və mal-qara səsi ətrafa yayılırdı. Hansı məna bağlılığı var? Biz baxırıq ki, burada gözümüzün qarşısına gətirəndə bu hadisələr, situasiyalar eyni anda baş verdiyi üçün deməli, götürəcək hadisələr eyni zamanda baş verir. 10-cu sual. Elin adəti var. Ümumi fikir. Gəlin gətirəndə ayağı altında qoyun kəsərlər. Elin adəti vardakı fikri, söhbətin məqsədini izah etdiyinə görə burada götürəcək biri digərini aydınlaşdırır. 11-ə baxırıq. Mürəkkəb cümlənin tərkib hissələrlə bağlı doğru fikir müəyyənləşdirin. Biz şəhərə çatanda bərk külək əsirdi. Yağış da yavaş-yavaş güclənirdi. Deməli, hadisələr eyni anda baş verdiyi üçün götürəcək ki, hadisələr eyni zamanda baş verir. 12. Ramiz qəzetlərdə oxuduğu xəbərdən müharibə dəhşətini daha aydın hiss edir və onun əsəbləri getdikcə gərginləşdirirdi. Deməli, baxırıq ki, burada hiss edən Ramizdir, gərginləşdirirdi bu. Təbiisiz mürəkkəb cümlədir. Aralarındakı məna əlaqəsi də Ramiz qəzetdəki xəbəri oxuyur, daha aydın hiss edir və bu onun əsəblərini gərginləşdirirsə, nəticədə götürəcəyi biri hadisənin səbəbini, digəri isə nəticəsini bildirir. 13-ə baxırıq. Günün istisi torpağa nüfuz etmişdi. Nəticədə yerdən qışın soyuq nəfəsi kəsilmək üzrə idi. Məna bağlılığını soruşursa, götürürük biri hadisənin səbəbini, digər nəticəsini bildirir.
14-də baxırıq. Güllü xala nağıl danışır. Kiçik nəvəsi də maraqla qulaq asırdı. Mənə bağlılığı vardır. Deməli, əgər bir nəfər nağıl danışırsa, digər nəfər də ona qulaq asırsa, hadisələr eyni zamanda baş verir. 15-ə baxırıq. Səs lampası yerindən tərpənmişdi, qəbul edici xırıldayırdı. Deməli, məna bağlılığını soruşur. Səs lampası yerindən tərpənir, nəticədə qəbul edici xırıldar. Yəni, qəbul edicinin xırıldamanın səbəbi səs lampasının yerindən tərpənməlidir. Deməli, biri hadisənin səbəbi, digərinin nəticəsini bildirir. 16. Leyla medalyonu boynuna saldı. Otaqdan çıxmaq istəyəndə zəng səsləndi. Mənə bağlılığını istəyir. Deməli, Leyla medalyonu boynuna salır. Birinci iş bitir. Sonra ikinci iş başlayır. Otaqdan çıxmaq istəyəndə zəng səslənir. Deməli, götürəcək burada da hadisələr ardıcıl baş verir. 17-ci suala baxırıq. Təbiəsiz mürəkkəb cümlələrin birində hadisələr ardıcıl baş verir. Deməli, ata televizora baxır. Ana şam yeməyi hazırlayır. Uşaqlar dərslərini oxuyurlar. Deməli, burada hadisələr eyni zamanda baş verir. B variantı. Kişi baş verən hadisəni xatırladı. Nəhayət, yaralı maralı tez sağaltdığına sevindi. Kişi baş verən hadisəni xatırlayır. Nəticədə sevinir. C variantı. Əsas işlər qurtardı. Sonra yeni vəzifələrin icrasına başladıq. Deməli, burada sonra sözündən də biz tanıya bilərik ki, burada hadisələr ardıcıl baş verir və yaxud da əsas işlər qurtarır. Birinci proses bitdi. İkinci iş başladığı üçün buna götürəcək hadisələr ardıcıl baş verir. Uşaq yuxuya getdi, amma medalyonu bərk-bərk sıxan əlləri onu yerə salmadı. Yuxuya gedən uşaqdır, yerə salmayan əlləridir. Və qarşılaşdırma bağlayıcısına görürük. Deməli, hadisələr qarşılaşdırılır. Y variantındakı tabiilik bağlayıcısını görürüksə, bunun artıq tabiili mürəkkəb cümlə olduğunu bilirik. 18. Tabiisiz mürəkkəb cümlələrin birində hadisələr eyni zamanda baş verir. A variantında ki tabiilik bağlayıcısını görürük. Nəticədə başa düşürük ki, tabiili mürəkkəb cümlədir. B variantında insanın ləyaqət və şərəfi bir də onun ədalətli olmasından bilinir. Bilinir nə? İnsanın ləyaqət və şərəfi ismi birləşmə ifadə olan mübtədə var. İsmi birləşmənin əsas tərəfində həmcinsi müşahidə edirik, amma sadə cümlədir. Möhkəm yağış yağır, bugün gedə bilmərik. Deməli, burada baxırıq ki, möhkəm yağış yağır və biz nəticədə bugün gedə bilmirik. Hadisələrdən biri səbəbi digər nəticəni bildirir. Onun saçı üzünə dağılmış, yanaqları istidən pörtmüşdü. Üzünə dağılan saçıdır, pörtən yanaqlarıdır. Və bu prosesdə hadisələr eyni zamanda baş verir. O şayiələrə inanmır, öz ağlının hökmü ilə hərəkət edirdi. İnanmayan da odur, ağlının hökmü ilə hərəkət edən də odur. Deməli, bu da nəticədə sadə cümlədir. 19. Ucalıq rəmzi ilə bu qız qalası əlavə edə bilirik ki, ancaq ucalığın yeri bilinmir. Deməli, hansı məna əlaqəsi olacaq? Bir fikir digəri ilə qarşılaşdırılır. 20. Tez-tez göyün üzü tutulur. Buludlar ətəyini sallayıb kəndin üstünə çökürdü. Deməli, burada da yenə məna əlaqəsini soruşur bizdən. Göyün üzünün tutulmağı və buludların da kəndin üstünə çökməyi nisbətən məcazi bir formada ifadə olunub, lakin biz başa düşürük ki, bu yenə də hadisələr eyni zamanda baş verir. 21-ə baxırıq. Tərkib hissələri yalnız intonasiya ilə bağlanmış tabiisiz mürəkkəb cümləni göstərin. Sarvan bilirdi məhsul bol olacaq. Sarvan bilirdi ki, məhsul bol olacaq. İntonasiya ilə əmələ gələn tabiili mürəkkəb cümlədir. Sən onu tanımırsan, o isə səni yaxşı tanıyır. Burada biz isə qarşılaşdırma bağlayıcısını görürük deyə götürmürük. C variantı sən istəsən, burada biz sa bağlama vasitəsini görürüksə tabiili mürəkkəb cümlədir. Nə qədər fikirləşməmisən, burada da nə qədər bağlayıcı sözünü görürüksə tabiili mürəkkəb cümlədir. Bizdən isə tabisiz istəyir. Y variantında bu yerlərdən karvan keçməz, quş uçmazdı. Keçməz nə karvan, uçmazdı nə quş və bu da tabisiz mürəkkəb cümlə və yalnız intonasiya ilə bağlanıb. 22. Tərkib hissələri yalnız intonasiya ilə bağlanmış tabiisiz mürəkkəb cümləni müəyyən edin. A variantında nəsə deyən odur, başa düşməyən mənə və aralarında da bağlayıcı olmadığı üçün götürəcək variant A. Nə gəldin, nə də kitabı göndərdin.
Nə sən gəldin, nə də kitabı göndərdin. Gələn də, göndərən də sən olduğu üçün sadə cümlədir. Nə deyirsən, onu eləyək. Burada nə bağlayıcı sözünü görürüksə, tabii mürəkkəb cümlədir. Nə qədər çalışsam da, nə qədər bağlayıcı sözü sağda görürüksə, tabii mürəkkəb cümlə. Nəinki yaxınlarını, hətta uzaq qohumlarını çağırmışlar. Çağırmışlar kimi yaxınlarını, kimi qohumlarını. Bu isə sadə cümlədir. Variant A. 23-ə baxırıq. Hansı atalar sözü fikirlərin qarşılaşdırdığı tabisiz mürəkkəb cümlədən ibarətdir? Mart çıxdı, dərd çıxdı. Əgər qonşun pisdirsə köç qurtar, tabii mürəkkəb cümlədir. Hər şey vaxta baxar, ancaq heç nə vaxta baxmaz. Ancaq vaxt heç nəyə baxmaz. Hadisələr qarşılaşdırılır. Qaya uçmasa dərə dolmaz. Burada yenə tabii mürəkkəb cümlədir. Deməli götürəcəyik C variantı. Hər şey vaxta baxar, ancaq vaxt heç nəyə baxmaz. Burada fikirlər qarşılaşdırılır. 24-ə baxırıq. Hansı atalar sözü fikirlərin qarşılaşdırıldığı tabisiz mürəkkəb cümlədən ibarətdir? Əgər dişin ağrıyırsa çək qurtar, bu tabili mürəkkəb cümlədir. İntonasiya ilə düzəlib. Dəyirman bildiyini edər, ancaq çax-çax baş ağrıdar. Bildiyin edən dəyirmandır, baş ağrıdan çax-çaxdır. Ancaq əlavə edə biliriksə, deməli fikirlər qarşılaşdırılır. Yel əsli nəticədə qoz tökülür. D variantında nə tökərsən aşına, nə bağlayıcı sözün gördüyümüz üçün tabili mürəkkəb cümlədir. Su ki qaba girdi, içməli oldu. Qaba girən də, içməli olan da sudur. Bu da sadə cümlədir. Variant B. Tərkib hissələri arasındakı məna bağlılığı baxımından tabisi mürəkkəb cümlələrdən biri digərlərindən fərqlənir. Deməli, axşam gücü yağış yağdı, nəticədə həyat palçıq oldu. Müharibə başlayıb, nəticədə əhalinin vəziyyəti çətinləşib. Şaxta güclənir, nəticədə həyatda dayananlar üşüyürlər. Ev tikilib qurtarır, sonra otaqların təmirindən başladıq. Burada hadisələr ardıcıl şəkildə baş verir. Qoca hündürdən səsləndi, nəticədə nəvəsi diksinir. 26. Tərkib hissələri arasındakı məna bağlılığı baxımından tabisiz mürəkkəb cümlələrdən biri digərlərindən fərqlənir. Qapı açıldı, nəticədə otaq soyudu. Maşın dayandı, sonra dostum maşından düşüb mənə tərəf gəldi. Bu olacaq ardıcıllıq. Yağış güclənir, nəticədə küçə ilə axıb gedən su artırdı, səbəb nəticə. Maşının yanacağı qurtarıb, nəticədə gecəni yolda keçirmişik. Xan qəzəbləndi, nəticədə vəzir sözünü yarımçı kəsdi. Deməli, B variantında hadisələr ardıcıl baş verir. 27-ci testə baxırıq. Tabisiz mürəkkəb cümlələrdən biri tərkib hissələri arasında məna bağlılığı baxımından digərlərindən fərqlənir. A variantı. Uşaqlardan biri dərs oxuyur, biri isə şəkil çəkirdi. Dərs oxuyan uşaqlardan biridir, şəkil çəkən isə digəridir. Hər xəbərin özünün mübtədası var və nəticədə tabisiz mürəkkəb cümlədir. İsə bağlayıcısına görürüksə, deməli hadisələrdən biri digəri ilə qarşılaşdırılır. B variantında güclü qar yağmış, kəndin yolu bağlanmışdı. Yağan qardır, bağlanan kəndin yoludur. Güclü qar yağıb, nəticədə kəndin yolu bağlanıbsa, İş hərəkətdən biri səbəbi, digəri isə nəticəni bildirəcək. C variantında hava aydın, günəş hərarətli, səma aynı kimi idi, eyni zamanda baş verir hadisələr. D variantında yağış dayanmadan yağır, külək daha sürətlə əsirdi. Yağan yağışdır, əsən küləkdir, hadisələr eyni zamanda baş verir. Y variantı nə uşaq anasına bir söz deyir, nə də anası danışırdı. Biz demişdik ki, inkarlıq bağlayıcılarını mürəkkəb cümlə daxilində görürüksə, yenə də zaman əlaqəsi götürürük. Bu testdə 2 variant var. Həm A, həm B variantı. Çünki A variantında iş, hərəkət qarşılaşdırılır. Digərində isə B variantında isə birinci iş səbəbi, digəri isə nəticəni bildirir. 28-ə baxırıq. Tabisiz mürəkkəb cümlələrdən biri tərkib hissələri arasındakı məna bağlılığı baxımından digərlərindən fərqlənir. Müharibə başlamış, nəticədə kişilərin çoxu cəbhəyə yollanmışdı, səbəb nəticə. Müəllim yeni dərsi izah edir, şagirdlər diqqətlə qulaq asırlar, zaman əlaqəsi. Yaz gələndə çəmənlər yaşıllaşır, ağaclar çiçəkləyir, hadisələr eyni zamanda baş verir.
Nə İmran dillənir, nə də Nərgiz onu içəri dəvət edirdi. Nəni əgər biz nədəni görürüksə, mürəkkəb cümlə tərkibində zaman əlaqəsi hadisələr eyni zamanda baş verir. Ananın ürəyi döyündü, əlləri əsdi, əhvalı dəyişir. Yenə hadisələr eyni zamanda baş verir. Bu səbəbdən götürəcəyik A variantı. 29-a baxırıq. Qara zurna yalıya bənzər bir hava çalır. 4-5 adam həvəslə oynayır. Ətrafdakılar söz ata-ata əl çalırdılar. Deməli, baxırıq ki, buradakı hadisələr eyni anda, eyni prosesdə baş verir. Bu səbəbdən də bunu götürəcəyik. Hadisələr eyni zamanda baş verir. Yadımıza saxlayırıq ki, iki işdən birinin mümkünlüyü bildirilir deyirsə, biz mütləq bölüşdürmə əlaqəsi tapmalıyıq. Bölüşdürmə əlaqəsi tapmalıyıq. Yəni, hadisələr bölüşdürülməlidir. Günəş gah şəfəq saçır, gah da buludların arxasına gizlənirdi. Burada şəfəq saçan günəşdir, gizlənən də günəşdir. Hər iki xəbər vahid mübtədiyə aid olduğu üçün bu sadə cümlədir. Əgər belədirsə, əgər tabelik bağlayıcısını və sağ şəkilçisini görürüksə, demə bu tabelidir. Kişi gah yeriyir, gah da geriyə baxırdı. Burada yeriyən də baxan da kişi mübtədası olduğu üçün sadə cümlədir. Mən ya onu, ya da səni itirməməliyim. İtirməməliyim kim mən, kimi onu, kimi səni. Həmcins tamamlıqlı sadə cümlədir. Yəni biz harda bölüşdürmə bağlayıcıları varsa onun bölüşdürmə əlaqəsi götürə bilmərik. Amma Y variantına baxırıq. Get kim sən, gəlsin kim onlardan biri. Hər xəbərin özünün müstəqil mübtədası var. Deməli, tabisiz mürəkkəb cümlədir. Ya və yadan da görürüksə, deməli, bu cümlədə iki işdən birinin mümkünlüyünü görürük. 31-ə baxırıq. Yenə iki işdən birinin mümkünlüyü bildirilir deyirsə, yəni bizə bölüşdürmə əlaqəsi haqqında cavab istəyir. A variantına baxırıq. Bunları ya biz iş verməliyik, ya da kimsə çıxış yolu göstərməlidir. Deməli, bunlara ya biz iş verməliyik. İş verməli olan bizik, göstərməli olan kimsədir. Və yadan da biz mürəkkəb cümlə daxilində görürüksə, deməli variantımız A-dır. B-ni götürmürük, çünki tutulan da, açılan da göyün üzüdür. Və biz buna sadə cümlə deyirik. C variantında əgər tabelik bağlayıcısını və sağ şəkilçisini görürüksə, deməli bu cümlə artıq tabelidir. Araz ya rayona getməli, ya da telefonla danışmalı idi. Danışmalı idi kim? Araz, getməli idi kim? Araz. Yenə də bir mübtədə iki xəbərlə əlaqələnib, xəbərlərimiz həmcinsdir və nəticədə sadə cümlədir, həmcins xəbərli. Y variantından bu yerlərdə gah taxıl, gah da bostan bitkiləri becərilir. Becərilir nə? Taxıl, bostan bitkiləri. Burada da gördüyümüz kimi sadə cümlədir. Tabisiz mürəkkəb cümlənin tərkib hissələri arasında məna bağlılığını müəyyən edin. Səni yalqız qoyub getdim, nəticədə məni bağışlamayacaqsan. Deməli, burada biri hadisənin səbəbini, digəri isə nəticəsini bildirir. 33-cü testə baxırıq. Birdən işıqlar söndü, nəticədə göz-gözü görmədi. Anam pəncərəni açdı, yenə nəticədə sərin hava otağa doldu. Bizdən ortaq fikir istəyirsə, deməli, başa düşəcəyik ki, birinci tərkib hissədəki iş səbəbi, ikinci tərkib hissədəki iş isə onun nəticəsini bildirir. 34-ə baxırıq. Nöqtələrin yerinə uyğun gələn fikri müəyyənləşdirin. Onlar zala daxil olanda qonaqlar bu cütlüyü alqışlayır. Alqışlayan qonaqlardır. Üzərindən gülüş əskik olmurdu. Əskik olmurdu nə gülüş. Başa düşürük ki, bu situasiyanı gözümüzün qarşısına gətirəndə hadisələr eyni zamanda baş verir. 35. Hansı tabisiz mürəkkəb cümlədə tərkib hissələrdən biri digərini aydınlaşdırır? Aydınlaşdırma əlaqəsindən qoşa nöqtə və nöqtəli vergüldən istifadə edirik. Amma mütləq bu durğu işarəsinin istifadə olunduğu cümlədə mürəkkəb olmalıdır. Oxuyan Dilbərdir, öyrənən odur və qoşa nöqtədə görürük. Deməli, nəticədə bu aydınlaşdırmadır. Kövşənliklərimizə bitən pencərlər, sonra izah edir ki, quş əhbəyi, yemlik, quzu qulağı, yarpız, dəvə damanı, əvəli, kəklik otu min bir dərdin dərmanıdır. Dərdin dərmanıdır nə? Deməli, bunların hamısı həmcins mübtədalardır. Pencərlər isə ümumiləşdirici sözdür. Deməli, sadə cümlədir. O mənə qulluq edib, mən də onun hörmətini saxlamışam. Burada fikirlər aydınlaşdırılmır.
qarşılıqlı proses nəticəsində baş verib, eyni zamandadır. Ana, oraya, o uca dağlara çıxsam hara görünər? Bu baxırıq ki, tabeli mürəkkəb cümlədir, sağ şəkilçisi var. Ədil hər gün tar çalırdı, amma onun çalğısından fərək də baş açmırdı. Burada tar ifa eləyən ədildir, baş açmayan da fələkdir, hadisələr qarşılaşdırılır. Bu səbəbdən variantımız olacaq A variantı. 36-da hansı tabesiz mürəkkəb cümlədə tərkib hissələrdən biri digərini aydınlaşdırır? Ailənin bütün ağırlığı onun çiynində idi. Onun çiynində idi. Nə ailənin ağırlığı? Ev işlərini də görür, çöl işinə də gedirdi. Əgər biz ikinci tərəfdə ev işlərini görən də, çöl işinə gedən də odur. Əgər biz ikinci cümləni vergüllə ayırmışıqsa, mütləq birinci cümlədə nöqtəli vergüldən istifadə edirik. Deməli, A variantının biri digərini aydınlaşdıracaq. Bu testdə biz yalnız qarışdıra bilərik D variantı və Y variantı ilə. Burada da baxırıq ki, ev qoşulları ümumiləşdirici sözdür, gündə 2 dəfə ümumiləşdirici sözdür. Bu səbəbdən də variantımız olacaq A variantı. 37. Tərkib hissələri yalnız intonasiya ilə bağlanan tabesiz mürəkkəb cümlədir. Nə o bunu bilirdi, nə də mən ona bir söz dedim. Bilən odur, deyən mənəm və aralarında da nə də bağlayıcısı var. Deməli, yalnız intonasiya ilə bağlanmayıb. Onlar yayda əmsinin Şamaxıdakı bağ evində dincəlirdilər. Öz evləri isə şəhərdə idi. Dincələn onlardır, şəhərdə olan öz evlərdir. İsə bağlayıcısını, qarşılaşdırma bağlayıcısını görürük. B-ni götürmürük. Kərim rayonda yaşayan anasına baş çəkdi. Çünkini görürük. Çünki səbəb bağlayıcıdır. Yalnız tabeli mürəkkəb cümlədə olacaq. Tabisiz deyil. O dayanmadan rəqs edir. Gözləri sevincdən işıq saçırdı. Rəqs edən odur. İşıq saçan da gözləridir və aralarında da yalnız vergül var. Deməli, intonasiya ilə bağlanıb. Variant D. Açılan səhər yaz günəşi xoş əhval-ruhiyyə yaradır. Yaradır nə? Səhər, nə yaz günəşi? Nəticədə də bu cümləm sadə cümlədir. 38. Tərkib hissələrindən biri ümumilik bildirən, digəri onu aydınlaşdıran tabisi mürəkkəb cümlədir. Baxırıq. Soğanın ürəyi qısıldı, bədəninin bütün qanı daşqın bir sel kimi axıb qəlbinə doldu. Eyni zamanda baş verir. Konferansda iştirak edənlər ümumiləşdirici sözdür. Deməli, sadə cümlədir. Bizim kənd indi çox gözəldir. Nöqtəli vergül istifadə edib. Güllər ətir saçır, bülbüllər cəhcəh vurur. Birinci tərəf ümumi fikir anlayışı bildirir, ikinci tərəf isə onu aydınlaşdırır. Əgər biz ikinci tərəfdə vergül görürüksə, mütləq qoşa nöqtə yox, nöqtəli vergüldən istifadə etməliyik. Demək, variantımız C-dir. Ev istidir, ancaq bayır soyuqdur. Qarşılaşdırılır fikirlər. Meşədə müxtəlif səslər, burada isə gördüyümüz kimi ümumiləşdirici söz sadə cümlədir. 39-a baxırıq. Yenə də bizdən biri digərini aydınlaşdıran tabisiz mürəkkəb cümlə istəyir. Yamaclar bəzənir, çöllər şad olur. Sonalar çığırışır, göllər şad olur. Həsən kişi yoxsul bir kəndli idi. Aydınlaşdırır. Dünya malından qaratikan bir qəlyanı, övlad adına da bir qızı var idi. Deməli, burada fikirlər aydınlaşdırılacaq. Həyətdə daşlar düzüldü, böyük ocaq qalandı, qazan asıldı, aşpazlar əl-ayağa düşdülər. Nəticədə hadisələr ardıcıl baş verdi. Y variantında da ümumiləşdirici söz var deyə sadə cümlədir. 40-a baxırıq. Tabisiz mürəkkəb cümlədir. Hadisələr eyni zamanda baş verir. Tərəfləri bağlayıcı ilə bağlanıb. Deməli, A variantına baxırıq ki, hərçənd tabilik bağlayıcısı varsa, bu artıq tabeli mürəkkəb cümlədir. B variantında elə ki süfrə salındı, onda otağa sakitlik çökdü, səs-küy kəsildi. Elə ki bağlayıcı sözünü görürüksə, deməli bu da tabeli mürəkkəb cümlədir. Nə Həsən utandığından başını qaldırdı, nə də anası dilləndi. Başını qaldıran Həsəndir, danışansa anasıdır. Nə də bağlayıcılarını görür, inkarlıq bağlayıcılarını. Deməli, hadisələr eyni zamanda baş verir. Tərəflər də bağlayıcı ilə bağlanıb deyirsə, variant olaraq C götürəcəyik. Qalib nə istirahətə getdi, nə də dincələ bildi. İstirahətə gedən də, dincələ bilən də qalibdir və nəticədə bu sadə cümlədir. Körpə yatır, gənc ana beşiyi yırğalardı. Yatan körpədir, yırğalayan anadır və bu tabisizdir, amma intonasiya ilə baxalım, ona görə variant C. 41-ə baxırıq. Doğru fikirlər istəyir bizdən. Taxıl saralıb tökülür, bostanı alaq basır. Deməli, bağlar suvarılmırdı.
Ya biz qarşı tərəfin fikrini qəbul etməliyik, ya da onlar bizim fikrimizlə razılaşmalıdırlar. Deməli biz baxırıq buna ki, taxıl saralıb tökülür, bostana alaq basır, bağlar suvarılmırdı. Hamısı eyni zamanda baş verir. Cümlənin tərkib hissələri yalnız intonasiya ilə bağlanır. Bu doğrudur. Cümlələrdən biri hadisənin səbəbini, digəri nəticəsini bildirir. Yanlışdır. Tərkibdəki cümlələr müəyyən şəxsidir. Tökülən taxıldır, suvarılmayan bağlardır. Bostanı nə basır? Alaq. Deməli bu da müəyyən şəxsi cümlədir. Ya biz qarşı tərəfin fikrini qəbul etməliyik. Qəbul etməliyik. Biz razılaşmalıdırlar. Onlar deməli müəyyən şəxsidir. Düzdür. İki işdən birinin mümkünlüyü bildirilir. Bilirik ki, əgər biz mürəkkəb cümlədə bölüşdürmə bağlayıcını görürüksə, deməli 4 doğrudur. Tərkib hissələrindən biri digərinə asılıdır. Aslı olması üçün mütləq tabeli mürəkkəb cümlə olmalıdır. Yanlışdır. Deməli variant 1, 3, 4 Y variantı. 42-yə baxırıq. Cədvəli tamamlayan fikirləri müəyyənləşdirin. Tabesiz mürəkkəb cümlə seçməliyik. Mübtədaların ifadə vasitələrinin qrammatik mənası fərqlidir. Qrammatik mənası fərqlidir nə deməkdir? Yəni nitq hissəsi fərqlidir. Aya baxaq. Ya sən bura gəlməlisən, ya da valideynin gəlməlidir. Gəlməlisən. Sən gəlməlidir valideynin. Deməli biz burada görürük tabesiz mürəkkəb cümlə hadisələrdən biri digər işin mümkünlüyünü bildirəcək. Tərkib hissələrdən biri müəyyən şəxsidir, gəlməlisən sən, digəri isə aldıq cümlədir. Ümumiyyətlə siz bilirsiniz ki, aldıq cümlə mürəkkəb cümlə daxilində qətiyyən işlənmir. Yalnız bədii üslubda remarkalarda işlənəcək. Demək, A variantı yanlışdır. Dəymişi qalıb, kalları tökülüb. Qalıb nə? Dəymişi, tökülüb nə? Kalları. Baxırıq ki, burada dəymişi qalıb. Bu feili sifətdir. Kalda sifətdir. Nəticədə cümlənin tərkib hissələri bərabər hüquqluq yolu ilə yaran, demək istəyir ki, tabesiz mürəkkəb cümlədir, düzdür və şərti də ödəyir ki, mübtədaların ifadə vasitələrinin qrammatik mənası fərqidir, variant B-dir. Dünən Vahid iclasa gəlmədi, ancaq iştirakçılar onu çağırmaq üçün adam göndərdilər. Gəlməyən Vahiddir, göndərən iştirakçılardır, amma Vahid də isimdir, iştirakçılar da isimdir deyə tələbə ödəmir. Kotan nə bilir, qayış nə çəkir? Kotan qayışın nə çəkdiyini bilmir. Tabeli mürəkkəb cümlədir. Biz tabesiz tapmalıyıq. Kəndimizi xatırlatdım. Nəticədə hamı kövrəldi. Deməli, xatırladan mənəm, kövrələn hamıdır. Mübtədanın biri yoxdur. Çünki mübtədasız müəyyən şəxsi cümlədir, digəri isə əvəzli ifadə olunub. Komponentlərdən biri müəyyəndir, digəri şəxsiz deyil, müəyyən şəxsi cümlədir. Demək, Y variantı da yanlışdır, variant B. 43-ə baxırıq. Venn diaqramındakı hansı fikirlər sual işarəsinin yerinə uyğundur? Demək, ortaq fikir tapmalıyıq. Yağış yağmırdı, əkinçilər narahat idilər. Yağmayan yağışdır, narahat olansa əkinçilərdir. Yağan yağışdır, sevindirən də yağışdır. Deməli, birinci cümlə bizim mürəkkəb cümləmizdir, ikinci cümlə isə sadə cümlədir. Ortağa götürəcəyik. Deyir ki, 2 qrammatik əsası var. Birinci cümləyə görə uyğun fikirdir, amma ortaq deyil. Komponentləri intonasiya ilə bağlanmışdır. Bəli, hər iki cümlə tabesi mürəkkəb cümlədə, sadə cümlədə intonasiya ilə bağlanmışdır. Bu ortağa gedəcək. Cümlənin sintaktik təhlili mübtəda, xəbər, tamamı xəbərə uyğundur. Gördüyümüz kimi bu ikinci cümlə üçün uyğundur, amma birinci cümlə mübtəda xəbər sxemində. Deməli bu yalnız ikinci cümlə üçün doğrudur, amma birinci cümlə üçün yanlışdır, ortağa getmir. Uzlaşma əlaqəsindən istifadə edib biz bilirik ki, bir cümlədə mübtəda xəbər varsa, mütləq o cümlədə uzlaşma əlaqəsi var. Uzlaşma əlaqəsi birinci cümlədə yağış yağmırdı, ox sola. İkinci cümlədə isə əkinçilər narahat idilər, ox sola gedəcək. İkinci cümlədə isə yağış yağdı, yağış sevindirdi, yenə də uzlaşma əlaqəsidir, ox sola yönlənəcək. Deməli, 4-ü də ortağa yazacaq. Nəticədə variantımız olacaq 2, 4, D variantı. 44-ə baxaq.
Əvvəl qumlu sahil göründü, sonra şıltaq mavi dəniz göründü və hadisələr ardıcıl şəkildə baş verir. Bir nəfər gülə-gülə içəri girdi, sonra ona oturmaq üçün yer göstərdilər. Ardıcıllıq əlaqəsidir. Bizdən yanlış fikirlər soruşur. Eyni zamanda baş verən hadisələr sadalanır. Bu yanlışdır, çünki ardıcıllıq əlaqəsidir. Tərkib hissələrindən birinin xəbəri buraxılıb. Bəli, sonra şıltaq mavi dəniz göründü. Ellipsisdir. Bu doğrudur. Birinci iş səbəbi ikinci iş nəticəni bildirir. Bu yanlışdır, çünki ardıcıllıq əlaqəsi əvvəl və sonra görürük. Tərkib hissələri bir-birinin intonasiya ilə bağlanıb. Doğrudur, tabiisizlik bağlantısı görmədik. Tərkib hissələrindən biri qeyri-müəyyən şəxsli cümlədir. Bir nəfər gülə-gülə içəri girdi. İçəri girən bir nəfərdir, yer göstərən onlardır. Deməli, tərkib hissələrindən biri, onlar ona oturmaq üçün yer göstərirlər, qeyri-müəyyəndir, düzdür. Amma ancaq lakin isə bağlayıcıları istifadə oluna bilər. Bir nəfər gülə-gülə içəri girdi, deyə bilmərik ki, amma ona oturmaq üçün yer göstərirlər. Bu isə yanlış olduğu üçün 1-3-6 B variantı. 45-ə baxırıq. Hansı tabisiz mürəkkəb cümlələrin tərkib hissələri eyni məna əlaqəsi ilə bağlanıb? Diqqətli oluruq. Dağ dağa qovuşmaz, ancaq adam adama qovuşar. Hadisələr qarşılaşdırılır. 5-də alacağın yox, 3-də verəcəyin yoxdur. Hadisələr eyni zamandadır. Gün keçər, ancaq kim keçməz? Deməli, hadisələr qarşılaşdırılır. Dəvə durdu, dam yıxıldı. Həqiqi mənada düşünülsə, ardıcıllıq olar. Məcazi anlamda düşünülsə, səbəb nəticədir. Gizli düşmən ilan kimidir. Sürünə-sürünə səssiz-səssiz gələr. Bu isə aydınlaşdırılır fikirlər. Dərd ağladar, ancaq eşq söylədər. Burada isə fikirlər qarşılaşdırılır. Deməli, qarşılaşdırmanı yazmışıq 1, 3 və 6-ya. 46-ya baxırıq. Verilən cümləni elə tamamlayın ki, tərkib hissələrindəki hadisələrin eyni zamanda baş verdiyi tabisiz mürəkkəb cümlələr yaransın. Boran küçədə acqurt kimi ulayır, soyuq qılınc kimi kəsirdi. Burada hadisələr eyni zamanda baş verir. Boran küçədə acqurt kimi ulayır, qar şiddətlə yağır. Yenə eyni zamandır. Nəticədə balaca Səlim bu səsdən qorxub ağlayırdı. Bu zaman səbəb nəticə yaranacaq. Sanki sığmaq üçün bir daxma axtarırdı. Deməli, burada sadə cümlə olacaq. Çünki axtaran da, ulayan da boran olacaq. Evlərin qapı pəncərəsini bərk-bərk döyürdü. Bu zamanda ulayan da, döyəndə boran olacaq. Bu da sadə cümlə. Deməli, variant olaraq götürəcəyik 1, 2. 47-yə baxırıq. Hansı tabisiz mürəkkəb cümlələrdə tərkib hissələrindən biri səbəbi, digəri isə nəticəni bildirir. Nəhayət şad xəbər gəldi. Nəticədə bütün qohumlar sevindilər. Deməli, bu səbəb nəticədir. Səngərlər qazılır, sonra ağır silahlar yerləşdirilirsə ardıcıllıqdır. Sual kitabçaları paylanır, sonra imtahan başlanırsa ardıcıllıqdır. Nəticələri elan etdilər. Nəticədə Lamiənin ürəyi sakitləşibsə səbəb nəticədir. Göy şiddətlə gürüldəyib, nəticədə uşaqlar bərk qorxursa, bu da səbəb nəticədir. 1, 4, 5. 48-ə baxırıq. Hadisələr ardıcıl baş verir deyirsə, boğçanı açan da odur, ipək dəsmala bükdüyü şəkli çıxardan da odur. Açan da odur, çıxardan da odursa, nəhayət bu sadə cümlədir. Yəni, ardıcıllıqla qarışdırmırıq. Düzün ortasında fit verilir, səs təkrar olunur, dayananda qatardır. Deməli, düzün ortasına öncə fit verilir. Birinci iş başladı və bitdi. Səs bir də təkrar olur. İkinci iş başladı, bitdi və üçüncü iş başladığı üçün 2 ardıcıllıqdır. Bugün hər şey həll oldu. Nəticədə ana ürəyi sakitləşirsə, bu səbəb nəticədir. Küçədə maşınlar şütüyür, insanlar da yolu keçməyə çalışırsa, gözümüzün önünə gətirəndə hadisələr eyni
zaman dilimində baş verdiyi üçün zamandır. Nərgiz xala qonaqları gülər üzlə qarşıladı. Məclis başladı. Nə məclis? Öncə qonaqları qarşılayır, hal-əhval tutur. Birinci iş bitdi. Sonra məclis başlayırsa, bu da ikinci işimiz. Deməli, bu da olacaq ardıcılı əlaqəsi. Yəni, götürəcəyik 2 və 5. 49-a baxırıq. Kərəmin maşından düşdüyünü gördü, onu qarşılamağa getdi. Düşdüyünü görən də odur, gedən də odur. Deməli, bu sadədir. Biri götürmürük. Maşın qapıda dayanır. Birinci iş bitir. Sonra 2 qadın maşından düşürsə, deməli, bu ardıcıllıqdır. Torpağı duz basır. Nəticədə kəndlər köçüb gedirlər. Səbəb nəticədir. Ağacların dövrəsində yarasalar uçuşur. Nəticədə əşrəf diksinir. Səbəb nəticədir. Dəhlizin qapısı açılır. Birinci iş bitdi. Sonra otağa qız daxil olur. Amma biz mütləq burada baxmalıyıq ki, hər xəbərin özünün mübtədası olmalıdır. Yəni, müstəqil bir cümlə olmalıdır. 5-i də götürürük. Nəticədə götürəcəyik 2, 2 və 5. 50-yə baxırıq. Mürəkkəb cümlənin tərkib hissələrindən biri hadisənin səbəbini, digəri isə onun nəticəsini bildirəcək. Xasiyyəti pis deyil, ağır təbiətli cavandır. Xasiyyəti pis deyil, cavandır. Kim o? Xasiyyəti pis deyil, ancaq ağır təbiətli cavandır. Burada hadisələr qarşılaşdırılacaq. Duman çəkilir, nəticədə yol aydın görünürsə, bu deməli, səbəb nəticədir. Güclü qar yağdı, nəticədə hər tərəf ağ örpəyə büründü. Səbəb nəticədir. Yubiley günü təyin edilir. Birinci iş. Qonaqlara dəvətnamə göndərilir. İkinci iş. Birinci iş bitir, ikinci iş başladığı üçün ardıcıllıqdır. Qar ayaqlarını dondurur, şaxtələrini doğrayırdı. Deməli, donduran qardır, doğrayan şaxtadır. Nəticədə olacaq hadisələr eyni zamanda zaman əlaqəsi. Götürəcəyik 2, 3. 51-ə baxırıq. Tabisiz mürəkkəb cümlənin tərkib hissələri arasında məna əlaqələrini nəzərə almaqla düzgün əlaqələndirməni müəyyən edin. Biri hadisənin səbəbini, digər nəticəsini bildirir. Xoruz silkələnsə, burada biz sağ bağlama vasitəsini görürüksə, artıq bunun tabiri olduğunu bilirik. Xəstəlik atlı gəlir, ancaq piyada gedir. Gələn də xəstəkdir, piyada gedən də xəstəkdir. Deməli, fikirlər qarşılaşdırılır. Yanlışdır, sadə cümlədir və qarşısında da yanlış yazıb. Ardıcıl baş verən hadisələr sadalanır. Pərdələr qalxır, tamaşa başlanır. Bəli. Birinci pərdə qalxır, sonra tamaşa başlanırsa hadisə ardıcıldır. Qarşısında doğru yazırıq. Hadisələr eyni zamanda baş verir. Umac özün aş bilər, eyni zamanda da qarğa özün quş bilər. Deməli, bu da eyni zamanda baş verdi. 2 işdən birini mümkünlüyü bildirilir. Bölüşdürmə əlaqəsi istəyir bizdən. Bu çıxışından sonra gah müdir ona iynəli sözlər deyirdi, gah da iş yoldaşları məzəmmət edirlər. Bölüşdürmə əlaqəsi qarşısına yanlış yazıldığı üçün hökm yanlışdır. Deməli, indi biz baxacağıq harda eyni işarələri qoymuşuq. 2, 3 və 4. 2, 3, 4. 52-yə baxırıq. Tabisiz mürəkkəb cümlənin tərkib hissələri arasında məna əlaqələrini nəzərə almaqla doğru fikirləri müəyyənləşdirin. Çox əsəbləşmişəm, nəticədə əllərim əsir. Burada da yazıb ki, biri hadisənin səbəbini, digəri nəticəni bildirir. Doğrudur, fikir də doğrudur. Deməli, biri götürəcəyik, çünki bizdən doğrunu istəyir. Yaz çoxdan gəlib, ancaq havalar hələ soyuq idi. Gələn yazdır, soyuq olan havalardır. Hadisələr qarşılaşdırılır, fikir doğrudur. İkini də götürdük. Nə müəllimlər danışdı, nə də valideynlər məsələyə fikir bildirirlər. Danışan müəllimlərdir, fikir bildirən də valideynlərdir. Hadisələr ardıcıl baş vermir, çünki zaman əlaqəsidir. Qarşısında yanlış yazdığı üçün yanlış fikirdir. Yanlış fikir uyğun fikirdir. Yumurta gətirmir, ancaq qayğanaq istəyir. Yumurta gətirməyən də odur, qayğanaq istəyən də odur. Sadə cümlədir. Qarşısına doğru yazdığı üçün uyğunsuzdur. Ya unçu ölər, ya dəyirmançı ölər. Hadisələrdə
İki işdən birinin mümkünlüyü bildirilir. Qarşısına yanlış yazdığı üçün uyğunsuzdur. Demək götürəcəyik 1, 2, 3. 53-ə baxırıq. Tabesiz mürəkkəb cümlələrlə bağlı uyğunluğu müəyyənləşdirin. Deməli, hadisələr eyni zamanda baş verir. Bir hadisə digəri ilə qarşılaşdırılır. Hadisələr ardıcıl baş verir. Küçə qapısı açılır, Məsmə nənə həyətə keçib ev sahibini səsləyir. Açılan küçə qapısıdır, səsləyən Məsmə nənədir. Birinci iş bitib, digər iş başladığı üçün biz bunu götürəcəyik ardıcıllıq əlaqəsi. Ədalət ölkəni azad edər, zülmkarlıq, ancaq zülmkarlıq bərbad edər. Deməli, burada fikirlər qarşılaşdırılır. Gecə yarısı uşaqlar söhbət edir, ana corab toxuyur. Söhbət edən uşaqlardır, toxuyan anadır. Hadisələr eyni zamanda baş verir. Tuncay bərk susamışdı, ancaq stəkandakı suyu içməyib yerə boşaltdı. Susayan da Tuncaydı, suyu yerə boşaldan da Tuncaydı. Nəticədə sadə cümlədir. Ağacların dövrəsində yarasalar uçuşur, nəticədə Əşrəf diksinir. Burada da biri səbəbin, digəri nəticəni bilir. Deməli, götürəcəyik 1C, 2B, 3A. 54-ə baxırıq. Müəllim vəziyyəti ətraflı izah edir, valideynlər qulaq asır. İzah edən müəllimdir, qulaq asan valideynlər də hadisələr eyni zamandadır. Səbir acıdır, ancaq meyvəsi şirindir. Acı olan səbirdir, şirin olan meyvəsidir. İsəni də görürüksə bildik ki, artıq hadisələr qarşılaşdırılıb, çünki qarşılaşdırma bağlası işlənir. Kabinetin qapısı açıldı, Mərdan baba içəri keçib dəvət gözləmədən küçdəki kresloda əyləşdi. Deməli, açılan kabinetin qapısıdır, əyləşən Mərdan babadır. Birinci iş bitəndən sonra ikinci iş başladığı üçün bu da olacaq ardıcıllıq. Mədinə bəlkə acımışdı, ancaq yeməyini sona qədər yemədi. Acan da Mədinədir, yeməyən də Mədinədir. Deməli, bu sadə cümlədir. Qadın diksindi, nəticədə süd kasasını əlindən yerə saldı. Bu da səbəb nəticədir. Deməli, yenə götürəcəyik 1A, 2B, 3C. Anı oxuyuruq. Qasırğa oldu, rayona ciddi ziyan dəydi. Qasırğa olur, nəticədə rayona ciddi ziyan dəyirsə, deməli, burada hadisələrdən biri səbəbi, digəri isə onun nəticəsini bildirəcək. Küçədə bayram tonqalı qalanır, birinci iş. Sonra qonşular tonqalın başına yığışırsa, bu ikinci iş, deməli, ardıcıllıqdır. Bunu yazacaq 1-ə. Yanğın baş verir, nəticədə meşənin bir hissəsi yanırsa, bunu yazacaq səbəb nəticəyə. Yeni körpülər tikilir, xiyabanlar salınır, hadisələr eyni zamandadır. Günəşin şüaları yayılır, hər tərəfi isidirdi. Yayılan da günəşin şüasıdır, isidən də günəşin şüasıdır. Bu isə olacaq sadə cümlə. Deməli, biz 55-ə götürəcəyik 1B, 2D, 3AC. 56-ya baxırıq. Hadisələr eyni zamanda baş verir, bir fikir digəri ilə qarşılaşdırılır. Biri hadisənin səbəbini, digər nəticəsini bildirir. Ətrafda atlar kişniyib, itlər hürürsə, hadisə eyni zamandadır. Qəflətən güclü yağış başladı. Nəticədə Aydının üst başı islandı. Deməli, 3-ə yazacaq. İçəri istidir, ancaq bayır soyuqdur. Deməli, burada iş, hərəkət qarşılaşdırılır. Çox oxuyan çox bilməz, ancaq çox gəzən çox bilər. Burada hadisələr qarşılaşdırılır. Maşın sürət həddini keçdi, nəticədə sürücü cərimə olundu. Bu da olacaq səbəb nəticə. Deməli, götürəcəyik 1A, 2CD, 3BY. 57-yə baxırıq. Tüstü ətrafa yayıldı, nəticədə Nazlı nəfəs almaqda çətinlik çəkdi. Hadisələr səbəbini, digər nəticəsini bildirir. Qohum gəlməyə yad olar, ancaq yad gələ qohum olar. Burada fikirlər qarşılaşdırılacaq. Bulutsuz göyün üzündə ulduzlar görünür, ay ətrafı işıqlandırdı. Görünən ulduz işıqlandıranda ay eyni zamanda baş verdiyi üçün bunu C-ni 1-ə yazacaq. Səhər açılır, itlər hürüşür, xoruzlar banlayır. Hadisələr gördüyümüz kimi yenə də eyni zamanda baş verəcək. Uşaqlar vaxtında gəlmişdilər, qapıçı isə onlara içəri keçməyə icazə vermədi. Gələn uşaqlardır, icazə verməyənsə qapıçıdır. İsə qarşılaşdırma bağlantısını görürüksə, deməli iş hərəkət bir-biri ilə
qarşılaşdırılır. Deməli, götürəcəyik 1 C, D, 2 B, Y, 3 A. 58-ə baxırıq. Cırcıramaların səsi eşidilir, kəklik otunun ətri insana məst edirdi. Eşidilən cırcıramanın səsidir, məst edən kəklik otunun ətridir. Deməli, burada hadisələr eyni zamanda baş verəcək. Şaxta şiddətlərinin nəticədə yollar buz bağlayırdı. Deməli, burada hadisənin biri səbəbi, digər nəticəni bildirəcək. Xəstə çarpayıya uzanır. Ağ xalatlı həkim ona yaxınlaşırsa, hadisə ardıcıl baş verdi. Ac bayıra çıxar, ancaq yalavac evə girər. Burada isə hadisələr deməli qarşılaşdırır. Deməli götürəcəyik 3, 1, 2, 4. (59-a) baxırıq. Tabesiz mürəkkəb cümlələrin ardıcıllığını müəyyən edin. Toyxanada musiqi səsi ucalır. Yeməklərin qoxusu ətrafa yayılırsa, hadisələr eyni zamanda baş verir. İkinci Dünya müharibəsi başlamış. Nəticədə əhali vəziyyəti pisləşib. Deməli, biri hadisənin səbəbi, digər nəticəsini bildirir. Araz geri qayıdıb kresloda əyləşdi. Birinci iş bitdi. Sonra Sənubər əlindəki kitabı ona uzadırsa, hadisələr ardıcıl baş verir. Mən onu çağırdım, ancaq o mənə əhəmiyyət vermədi. Fikir qarşılaşdırılır. 3, 1, 2, 4. 60. Tabesiz mürəkkəb cümlənin ardıcılığını müəyyənləşdirin. Deməli, alim olmaq asandır, ancaq adam olmaq çətindir. Buna götürəcəyik qarşılaşdırma. Nə yağış ara verir, nə də fəhlələr işi dayandırırdılar. Ara verən yağışdır, dayandıran fəhlələrdir və nəticədə bunu götürəcəyik. Eyni zamanda baş verir. Səhər açılır, sonra tarlada qızğın iş başlayır. Hadisələr ardıcıl baş verir. Ya sən ora getməlisən, ya da başqasını göndərməliyik. Getməli olan sən göndərməli olan bizik və burada da iki işdən birinin mümkünlüyü bildirilir. Deməli, 2, 4, 1, 3. 61-ə baxırıq. Tabesiz mürəkkəb cümlələrin ardıcıllığını müəyyən edin. İgidli 10'dur, biri zordur, 9'u fənd. Burada qoşa nöqtəni gördük. Deməli, biri digərini aydınlaşdıracaq. Gah narın yağış yağır, gah da günəş görünür. Fikirlər bölüşdürüləcək, işlər növbələşir. Nə məsləhət dinləyən var, nə də böyük kiçik qədri bilinir. İştirak və inkar bağlayıcısını mürəkkəb cümlə daxilində görəndə zaman əlaqəsi götürəcək. Dilənçinin üzü qara olur, ancaq torbası da olur. Burada isə fikirlər qarşılaşdırılır. Deməli, götürəcəyik 3, 1, 4, 2. Bura qədər yoldaşlar, sağ olun, sağlıqla qalın. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayaq.